56 il fasiləsiz məktəb direktoru işləmiş, əməkdar müəllim, Qızıl Qələm mükafatı laureatı mərhum Səlim Köçərioğlu Əzimovun Yurt Yeri kitabına istinadən. Qarabağ bir üzükdür, Ağdam onun qaşıdır deyilmişdi. Ağdam əsrlərin yaddaşını daşıyan, dağıntılardan doğan və gələcəyə inamla addımlayan qürur şəhəridir. Ağdamın adlı sanlı, bərəkətli və tarixi yurt yerlərindən biri də Novruzlu kəndidir. Novruzlunun böyük hörmət və nüfuza malik kişilərindən olan, malı mülkü, bağ-bağatı, mal qarası, at ilxıları, sürüləri ilə tanınmış, həmişə kənd cəmaatının qayğısına qalan, zərurətdən onların vergisini ödəyən, kəhrizə malik böyük şəxsiyyət Kərbəlayı Abbas kişi olmuşdu. 18-19-cu əsrlərdə Ağdamda nadir rast gəlinən 2-3 mərtəbəli, üstü taxtapuşlu, dəmir örtüklü yaşayış evlərindən biri də Kərbəlayı Abbasa məxsus idi. O Novruzlu kəndinin Bodcalı məhəlləsində yaşamışdı. O kəndin içməli və suvarma suyunu nəzərə alaraq kəhriz qazdırmışdı. Kəhrizin hər bir damlası Kərbəlayı Abbas kişinin zəhmətinin və kəndinə sevgisinin sübutudur. Bu kəhriz sayəsində Novruzlu və ətraf kəndlər susuz qalmamış. Kərbəlayı Abbas kişinin adı su kimi əbədi axmaqdadır. Kərbəlayı Abbas kişinin oğlu Hümbət həkim dövrünün sayılıb seçilən ziyalılarından olmuş. Həkim kimi Novruzlu və ətraf kəndin sakinlərinin sağlamlığının keşiyində dayanmışdı. Böyük Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanmış, ordumuzun əskərlərinə ilkin tibbi yardım göstərmişdi. Müharibə bitdikdən sonra uzun müddət Novruzlu kənd xəstəxanasında həkim kimi fəaliyyətə davam etmişdi. Ağdam və ətraf kəndlər 1993-cü ildə işğal edildikdən sonra ailəsi ilə birlikdə rayonun Quzanlı qəsəbəsinə məcburi köçkün kimi məskunlaşmış. 2003-cü ildə orada vəfat etmişdi. Onun məzarı Quzanlı kənd qəbristanlığında nəvələri Rövşən, Cavanşir və Könülün məzarları ilə yanaşıdır. Allah hər birinə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Kərbəlayı Abbas kişinin nəvəsi və Hümbət həkimin yeganə oğlu Nizami Quliyev 6 mart 1940-cı ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdu. 1947-1957-ci illərdə bölgə üzrə yeganə orta məktəb olan Novruzlu Tam Orta Məktəbində təhsil almışdı. Gənc Nizami 1957-ci ildə Bakı şəhəri 2 saylı tibb texnikumuna daxil olmuşdu. 1960-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Nizami həkim 1961-1963-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətə keçmiş. Əvvəlcə sanitar tibbi məntəqəsinin nümunəvi hərbi həkimi, daha sonra isə həmin məntəqənin rəisi kimi xidmət etmiş. Rəhbərlik tərəfindən xüsusi hörmət və etimad qazanmış. Dəfələrlə təltif olunmuş və ona tibbi leytenantı hərbi rütbəsi verilmişdi. Hərbi hissə rəhbərliyinin təkidinə baxmayaraq o 1963-cü ildə ordudan təxris olunmuşdu. Nizami müəllim 1963-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun Mexanika fakültəsinə daxil olmuş. 1969-cu ildə fərqlənmə diplomu ilə bitirərək gənc mütəxəssis kimi 1973-cü ilədək Ağdam rayonunun Şıxbabalı üzümçülük savxozunda mühəndis mexanik vəzifəsində çalışmışdı. 1973-cü ildə irəli çəkilərək 1982-ci ilə qədər Ağdam rayon kənd təsərrüfatı idarəsində baş mexanik vəzifəsində işləmişdi. Sonralar 1982-1985-ci illərdə Ağdam rayon 6 saylı SMD-nin rəisi, 1985-1993-cü illərdə isə Ağdam rayon Aqrar Sənaye Birliyinin baş mühəndisi olmuşdu. 23 iyul 1993-cü ildə Ağdam şəhəri və ətraf kəndləri işğal edildikdən sonra o ailəsi ilə birlikdə Quzanlı kəndində məcburi köçkün kimi məskunlaşmışdı. Xidmətləri nəzərə alınaraq Nizami Quliyev 1993-2001-ci illərdə Ağdam rayon icra hakimiyyətində baş mühəndis, 2001-2011-ci illərdə isə rayon texniki nəzarət müfəttişliyi rəisi vəzifəsində çalışmışdı. 2011-2024-cü illərdə isə sahibkar kimi fəaliyyət göstərmişdi. Nizami müəllimin gözünün ağı qarası tək bacısı Zabilə xanım da dünyasını erkən dəyişmişdi. O rəhmətlik Səlim müəllim Əzimovun həyat yoldaşı olmuşdu. Nizami Quliyev ailəli idi. 3 oğlu və 1 qızı vardı. Övladları Rövşən, Cavanşir və Könülün erkən vəfatı Nizami müəllimin ürəyində bir ata niskili yaratmışdı. Allah hamısına rəhmət eləsin, məkanları cənnət olsun.
Nizami müəllimin 3 nəvəsi və 1 nəticəsi var. Nəticəsi Nizami babasının adını daşıyır. Babaları kimi adlı sanlı kişi olmağı arzulayırıq. Nizami Hümbətoğlu 17 yanvar 2025-ci ildə 86 yaşında vəfat etmiş. Məzarı Ağdam rayon Quzanlı kənd qəbirstanlığında atasının və övladlarının məzarı ilə yanaşı yerləşir. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.